Yəni çox pis vəziyyətdəyəm də. Mənim 3 ildir istədiyim qız var. Ondan yəni çox çətinliklə hər cavabı almışam. 1 ildir danışırıq. Prosta ki, mamanın ona gölü yoxdur da, yəni istəmir o qızı. Bir də öz qohumu var, o qızı istəyir. Deyir ki, mən o qızı alacam, qızın da ailəsinə deyib ki, yəni mənimdir qız. Sonra nə oldu? Sonra heç nə də, yəni indi mən yeneməliyəm, qızdan da ayrıla bilmirəm. Neçə yaşın var? 26. 26. Qızın neçə yaşı var? Qızın 21. 21. 26. Yox, uşaqlar, qardaşıdır. Burada o adı yazanlar mənə çatmır. Nə əlaqəsi bu səslə o səsin? Elə bil 10 illik ərlərdə hər gün danışırlar. Yəni mamaya əvvəllər üz vura bilirdi. Demək ki, mama bir onkoloji xəstəliyə indi üz vura bilmirəm də. Hə, Allah kömək olsun. Sən maman da Allaha xoş ayıb getməsin. Onkoloji xəstədir. Allah şəfasını versin. Belə pis başa düşməyin. Dayıca səbəbə batsın. Ki o qızı almayanda, o qızın ahını götürəndə nə olacaq ki? Kim almaq istəyir maman? Mama yaxın qohumudur, həm də qonşudur, deyir ki, mən xəstəlik vaxtında yəni əziyyətimi çəkmirəm, belə bəhanələr gətirir. İndi xəstəlik vaxtında hər əziyyət çəkən götürüb alırlar. Allah bizim bir qonşumuz vardı, bütün gün evləri yığışdırırdım. Getdi qız oğluna yad bir qız aldı. İndi mən almalıydım, mən onun evini yığışdırırdım deyə. Niyə bu qız almış ki? Tanıyır bu qızı? Hə, tanıyır. Yəni əvvəl amma hər razı olurdu ona, indi amma deyir ki, yox. Götür qaç da. Götür qaç gətir, indi də o baxsın mamama. Nə oldu? Elə deyirsiniz ondan. Sevirsənsə al da, mən nə deyim sənə? Deyirsən məsləhət ver, mən də verirəm də. Sevdici qulu, götür qaç. Ya da qaçma sən Allah, sonra maman deyəcək, mənim oğlumu bu yoldan çıxartdı. Özün bilərsən, nə istəyirsən elə. Bilmirəm, mən sizə məsləhət almaq istəyirəm. Çox sağ olun, rahat elədim. Yaxşı, yaxşı.